Hər vaxtınız xeyir olsun. Bugün sizlərlə sınaq 4, sınaq 5-in izahına baxacağıq. Birinci sualdan başlayaq. Demək, bir hesablama sualımız vardı. Birinci əməllər sırasına baxırıq. Əməllər sırasına görə birinci bölmə vurma hansı varsa o ilk öncə gəlməlidir. Birinci bölmədən başlayıram. Demək, 2-ni 0,25-ə bölmək 200-ü 25-ə bölmək deməkdir. Düzdür? Hər tərəfini 100-ə vursaq da bunun. Bu da edir nə qədər? 8. Buranın cavabını tapdıq 8-dir. Keçirəm bu tərəfə 5 üçün yerinə yazıram 0,6. Üstünə də gəlirəm 0,8. Bu da eləyir 1,4. 1,4 bu ikisinin cəmi. Bu da 8 eləyir 9,4. Yəni sadə hesabında sualda vaxt itirməyə ehtiyac yoxdur. Yaxşı. İkinci suala baxaq. Deyir uzunluğu 8 metr. Eni 4 metr olan düzbucaqlı şəklində sinif otağının döşəməsinə uzunluğu 25 santimetr. Görürsünüz burada. Burada metr verib, burada santimetr verib. Demək, birinci otağı çəkirəm. Bura 8 metr, yəni 800 santimetrdir. 1 metrimiz 100 santimdir axı, düzdür? 1 metr 100 santim olduğundan. 4 metrimiz də olacaq 400 santimetr. Demək, döşəmədən söhbət getdiyi üçün döşəmə düzbucaqlı formasındadır. Səni gətirib bura düzdüyün kafelli parketli nədirsə o düzbucaqlı formasındadır yenə düzdür. 25 santıma, 8 santimadır uzunluğu. Demək, mən bunu düzdən də qoya bilərəm, əyri də qoya bilərəm düzdür. Təkcə tam dolsun da bura. Yəni, tam dolması üçün biz nə tapmalıyıq? Sahəni. Birinci otağın sahəsini tapıram. Bunun üçün neyirəm? 400-ü vururam 800-ü. Bu otağın sahəsidir. Heç vurub hesablamıram. Gəlirəm parketin sahəsini tapmağa. Bu isə 25-in neçəyə hasildir? 8 santımı hasildir. Yəni vurulsun 8. Sahəni sahəyə bölürəm. Görüm içində neçə dənə yerləşir. 400 vurulsun 800-ü. Bölürəm 25 vurulsun 8-ə. 800 ilə 8-in gedir, burada qalır 100. 100 ilə 25 gedir, burada qalır 4. 4-də vuram 400 eləyir, 1600 dənə parket lazım olacaqdır. Cavabımız eləyir B variantı. Tam doldurma olsun. Üçüncü suala baxıram. 140 ədədindən sadə bölənlərinin sayı M-dir deyir. 140-ı ilk öncə sadə vuruşlarına ayırıram. 70, 2-yə 35, 5-ə 7, 7-yə 1. Aha. Sadə bölən sayı deyəndə təkrarlanan bir dəfə sayırdıq. 2, 5, 7. Demək, sadə vuruq desəydi 4 dənə olacaqdı amma. Bunu da xatırladım sizə. M-in sayını tapdım ki, 3 dənədir. 2-dir, 5-dir, 7-dir. Getib qoyuram yerinə 4 dəfə 3 plus 5. 12 plus 5, 17. A variantı. Dördüncü suala baxıram. A-nı vurublar 0,10-da 1-ə. A-nı 0,10-da 1-ə vurmaq 10-da A deməkdir, düzdür? 10-da 1 hissəsini tapmaq deməkdir. Bərabərdir. B-nin 100%-ni tapmaq B-ni 100-ə bölmək deməkdir. C-nin də 1000%-ni tapmaq C-ni 1000-ə bölmək deməkdir. Əgər bunları tutaq ki, ən kiçik ehtimalda hamısı 1-ə bərabər olsa, A olacaq 10, B olacaq 100, 100-ü 100-ə böləndə 1 eləyir də, düzdür? 1000-i də 1000-ə böləndə eləyir yenə 1. Gəlin ibadətləri müqayisə edək. A ən kiçikdir, görürəm. B, sonra da C. C ən böyük olduğu üçün C-yə doğru çevriləcək hamısı. Demək, C-yə doğru çevrildiyi üçün cavabımız olacaq elə C variantı. C, B, sonra isə A daha böyükdür. Deyir, katerin sürəti 16-dır, yazıram və kater bərabərdir 16 km bölünsün saat. Çayın axma sürətdə, yəni və çay bərabərdir 4 km bölünsün saata. Axın ilə dediyi üçün S axın iləni düsturun yazıram. Axın ilə gedəndə mənə kömək olur deyən toplayırıq. Katerdən çayı toplayıb vururuq zamana. Axına qarşı deyəndə isə axına qarşı. Katerdən çaya çıxıram, vururam zamana. Gedib qoyuram yerinə verilənləri. Burada nə verib bizə? Demək, çayın sürətini verib də 16-dır. Katerin sürətini, çay 16 deyil, kater 16-dır, çay 4-dür. Zamanımızda 5 saat gedibdir. 16 ilə 4-ü toplayıram 20, 20-də 5-ə vursam 100. Demək, burada gedib 100 kilometr. Gəlirəm, axına qarşını tapıram, 16-dan çıxıram 4-ə 12, 12 ilə vuram 4-ə eləyir 48 kilometr. 100 ilə də 48-i toplayıram, 148 kilometr ümumi yol gedibdir. Bizdən onu soruşur da.
1 bölünsün 3000 miqyası olan xəritədə. Birinci düşünürəm ki, 3000 1 bölünsün 3000 nə deməkdir? Yəni bir ədədi 3000 dəfə kiçiltmək deməkdir. Planda əgər 20 sm olubsa, biz bunu gəlin böyüdək görək real ölçüsü nə qədərdir bunun? Neçə santimetrdir? Vuranda eləyir 6 yanı da 4 dənə 0 qoyuram. Bu santimetrləndir. Bizdən isə cavabı nə ilə istəyir? Metr ilə. Bizim 1 metrimiz 100 santimetr olduğundan və biz kiçikdən böyük istədiyimiz üçün nə etməliyik? 2 dənə 0 silirəm buradan. 100-ün 2 dənə 0-ına qalır 600 metr. 70 suala baxaq. 3, 5, 7 rəqəmlərini istifadə edilərək yazıla biləcək bütün 2 rəqəmli ədədlərin deyir medianını göstərin. Demək, bütün 2 rəqəmli ədədləri yazaq bura 35, 37. İlk öncə 3-dən başlayanları yazıram. Sonra 5-dən başlayanları. 57 ilə 53 yaza bilirəm. Bir də ki, nə qaldı orada? 73 ilə də 75 yaza bilirəm. Yaxşı, gəlin toplayaq. Sonluqlarını toplayaq ilk öncə bunların. 3, 3, 6, burada 14, 20. Ümumiyyətlə hamısı bir yerdə 330 eləməlidir, səhv eləmirəmsə. 330 eləyir və ümumiyyətlə 6 dənə ədəd var burada deyən. 330-u bölürəm 6-ya. Median nə deməkdir? Yox, medianını istəyir. Hə, ay bir dəqiqə. 2 rəqəmli ədədin medianı istəyir. Hə, artan sırayla düzməliyik onu da bir dəqiqə. Səhv yazdıq bunu. Aha. Oo. Hə, burada rəqəmlərin təkrarlanması şərtini verməyəcək. Bütün deyən 33-ü, sonra 55-i, bir də 77-ni yazmamışam. Bunları da əlavə edəyək sonra. Tam olsun. Çünki hərəsindən bir dəfə istifadə edərək yazmayıbdır. Yaxşı, artan sırayla düzək ilk öncə buranı. Demək 33-ü yazıram, 35-i yazıram, 37-ni yazıram. Sonra gəlirəm 55-i, yox 53-ü, 55-i, sonra 57-ni, sonra 73, 75, 77. Demək başdan birin, axırdan birin, başdan birin, axırdan birin silə-silə gedirəm. Düzdür. Gəlir, çıxır neçə? 55. Elə bildim, burada ədəd ortanı soruşur, ona görə toplayırdıq. Yox, ehtiyac yoxdur bunlara. Sadəcə elə 55 median olaraq ortaya düşəcəkdir. B variantı. Sonra 8-ci suala baxıram. Deyir, açıq bucağın 5də 3 hissəsi. Yəni 180-in 5də 3-ünü tapıram. 5-ə bölüb 3-ə vururam. O deyir 108 dərəcə. Düz bucağın da 5də 4-ü 90 dərəcədən söhbət gedir. 5də 4-ü də yəni 5-ə bölüb 4-ə vurmaq deməkdir. 18 vur 4, 72 dərəcədir. Oy, bir dəqiqə, 18 vurdur, hə, 72 dərəcə. Deyir, nə qədər böyükdür? 108-dən də çıxıram 72-sini, qalır 36 dərəcə. C variantı. Bunlar hamısı sadə tip suallardır. Tənlik veribdir, görürəm tənasibdir burada. Tənasibin orta hədlərinin hansıdır, kənar hədlərinin hansıdır? Çarpaz vururam. 55x çıxılsın 25 bərabərdir. 12-ni vuranda eləyir 48x plus 24-ə. 48x atıram bu tərəfə olur 7x. Mənfi 25-də hesab olunur, müsbət 25. 24 plus 25, yəni 49. 7x 49-dursa, x deyilir 7. C variantı. Deyir, A ədədi 5-in 10-da 1 hissəsi. 5-in 10-da 1-ini tapıram. Bu deyilir 2-də 1. Yəni 0.5. B ədədi isə 10-un 5-də 1 hissəsidir. Yəni onu 5-ə bölüb 1-ə vururam. O deyilir 2. İkisinin cəmini istəyir bizdən 2.5. B variantı. 11-də nə istəyir bizdən? Deyir, ədədi ortası 75 olan 6 ədəddir. Ədədi ortası 75-dirsə, bu ədədlərin cəmi neçədir? Cəmini tapmaq olsun, 75-i vururam 6-ya, eləyir 450. Qalsın burada. Sonra deyir ki, birinci ədəd 80-dir, ikinci ədəd 78-dir. Demək, yerdə qaldı 4 dənə ədəd. 80-ə 78-i toplayıram, edir 158. Düzdür? 450-dən çıxaq 158-in görək nə qədər qalacaqdır? 292. Demək, qalan 4 ədədin cəmi 292-dir. 4 ədəddən söhbət getdiyi üçün ədəd ortanı tapmaq tələb olduğu üçün bunu 4-ə bölürəm. Bu deyilir 73. Məsələn, B variantı. Hesablama soruşur bizdən. İlk öncə B cübdən sonra nə eyniləşdirirəm? 77-də 2 dənə ədəd vardı. Burada bir dənədir. Bir dənə sıfır atıram bura. Burada eyni ilə bir dənə sıfır atıram. Burada bir dənə sıfır atıram ki, eyniləşsin sıfırlar. Sonra vergili götürürəm ortadan. Qalır 70-də 77. Pil olsun. 33-də 30.
Çıxılsın 22-də 20. İxtisar edirəm ilk öncə kəsirləri, rahatlaşsın işimiz. 10-da 11 qalır, 7-yə gedir. Burada 3-ə gedir, qalır 11-də 10. Burada da yenə 2-yə gedir, qalır 11-də 10. 11-də 10-dan 11-də 10-a çıxanda heç nə qalmır, aralarında çıxma işarəsi var. Bir dənə qaldı 10-da 11. Bu da 1,1 deməkdir. Cavabımız eləyib B variantı. 13'e baxıram. Deyir, bankanın yarısı bal ilə dolu olduqda. Bankanın yarısının balla dolu olması nə deməkdir? Yəni, balın yarısı, ümumi balın yarısı, bal bölü 2, plus qabın özü. Bir yerdə 1 kiloqram 650 qram, yəni 1650 qram eləyir. Sonra deyir ki, bal ilə tam dolu olduqda, yəni balın hamısı, plus yenə qab var da, burada düzdür, qab. Bizə verir 3 kiloqram, yəni 3000 qrama. Üstü 3 kiloqram verir burada, görürsünüz. 2 yazmaq olmaz, qrama çevirməlisiniz. Tərəf-tərəfə çıxaq, qablar itsin burada. Demək, tərəf-tərəfə çıxmanı göstərim sizə. Qabdan qabı çıxanda heç nə qalmır. Baldan yarı balı çıxanda yenə balın yarısı qalır da, düzdür? Bal bölü 2 bərabərdir. 3000-dən də çıxıran 1650-si, bu da eləyir 1350 qram. Düz çıxdıqmı? Hə, 1350 qram. 1350 bunun yarısıdırsa, balın özü nə qədərdir? Bal da bərabərdir. 1350-yi 2-yə vursam 2700 eləyir. İndi 2700 baldırsa gətirək qoyaq yerinə burada. 3000-dən də 2700 çıxanda 300 qramda qalır nəyə? Qabın öz kütləsinə. Bizdən də boş qabın kütləsini soruşduğu üçün olacaq 300 qram. 14-cü sualda nə istəyir? Nə deyir? İki rəqəmli ədədlərdən neçəsi iki müxtəlif iki rəqəmli natural ədədin cəmi şəklində göstərilə bilər? İki müxtəlif iki rəqəmli natural ədəd deyirsə, ən kiçik halda 10-dan 11-in cəmini göstərə bilərsiniz. Düzdür, ən kiçik iki rəqəmli natural ədədlərimiz bunlardır və müxtəlif dediyi üçün 10-10 təkrarlaya bilmirəm. Demək, ən kiçik cəm ola bilər 21 olsun. Bir də ki, ən sonda gəlib, məsələn, 99 da əldə edə bilərsiniz. Düzdür, müxtəlif iki rəqəmli ədədin cəmi şəklində yazmaq olar. 21-də başlamışam, 99-da qurtarmışam. Ədədlərin sayını tapmaq üçün 99-dan çıxıram 21-i, üstünə 1 gəlirəm. Bir-bir artan sırada axı, düzdür? Məsələn, 22-ni də göstərə bilərsiniz də, ondan 12-in cəmi şəklində tutaq ki, 99-u da göstərə bilərəm. 40, tutaq ki, 3 ilə 43 deyirəm. Hə, 43 ola bilər də. 43 ilə tutaq ki, nəyin cəmi? 43 ilə 56-nın cəmi şəklində göstərmək olar. Məsələn, tutaq ki, deyirəm. Nümunə olaraq. Çıxıram buradan, qalır 78 plus 1, o da 79 dənə ədəd ola bilər belə. Cəm ola bilər. 15-ci suala baxıram. Bərabər yanlı üçbucaq dediyi üçün yan tərəfləri veribdir 16, 16. Şərti özünüz bilirsiniz yəqin ki. Perimetr 40-dırsa 16 plus 16 eləyir 32, qaldı yerdə 8. 8 də 2 dənə radiusdur. Burada radiusdur, burada radiusdur, düzdür. Radiusla radiusu toplayanda 8 eləyirsə, bir radiusumuz da eləyir 4. O da eləyir A variantı. Burada şəkildə qanuna uyğunluqdur. 4 dənə iç-içə çevrə olduğu üçün 2-ni vurub 4-ü yazıb bura 8. Burada 3 dənə çevrə olduğu üçün 2-ni vurub 3-ə yazıb 6. 2 dənə çevrə olduğu üçün 2-yə vurub yazıb 4. Burada da 1 dənə çevrə olduğu üçün 1-ə vurub yazıb 1-yə. Burada da eyni qanuna uyğunluq ödənilir. Gəlirəm bura. 4 dənə çevrənin içində olduğu üçün 4 dəfə 4-ün eləyir 16. 3 dənə çevrənin içində olduğu üçün 4-ü vururam 3 eləyir 12. 2 dənə çevrənin içində olduğu üçün bura eləyir 8. Bir dənə çevrənin içində olduğu üçün burada eləyir 4. Hamısını toplayıram. Bura eləyir 12, 12, 24. Üstə də bir də 16 gəldim, elədi 40. Cavabımız olur A variantı. 17-ci suala baxıram. Nə istəyir bizdən? Deyir ki, şam ağaclarının uzunluqları cəmi, çınar ağacının uzunluqları cəminin neçə faizidir? İlk öncə 2-2 artıraq buranı. Bir xəttimiz 2-dirsə, bura olur 4, bura olur 6, bura olur 8, 10, 12, 14, 16, 18, 20, 22, 24. Aha, 2-2 artırdım. İndi baxıram şam ağaclarına. Şam burada var, şam burada vardı, düzdür? Başqa heç yerdə görmürəm mən şam. Hə, yoxdur ki. Hə. Demək, 16 buradadır. 16 plus, burada neçədir? 10-dur. Yəni, 26 dənə şam ağacı vardı. Gəlirəm çinara baxmağa. Çinar buradadır. Bu, neçədir burada? 22-dir. Sonra gəlirəm çinara baxıram. Burada 14-dür. Burada neçədir çinar? 20'dir. Burada da 24'dür. Toplasam bunları, başqa var idi hardasa çınar, görmürəm mən. 22, 20,
42. Üstündən də 24 gəlsəm eləyir 66. Üstündən də 14 gəlsəm eləyir 80. Demək 80 dənədə nə vardı? Çinar vardı. Bizdən neçə faizi təşkil elədiyin soruşur. Birinci, ikinciyə bölüb vururuq 100-ə. Yəni 26 bölünsün 80 vurulsun 100. Burada da sıfırlarımız gedir. Ondan 8'e ixtisar aparsam, gedəcək, burada qalacaq 4, burada qalacaq 5. 5 dəfə 6 nə eləyir? 26 nə eləyir? 130. 130'u da 4'e bölsəm eləyir 32 tam, onda 5. O da eləyir D variantı. 18-ci şəklə baxıram. Deyir, aşağıdakı kiçik qara kvadratlardan ibarət şəkillərdə birincisi 1, ikincisi 5, üçüncüsü isə 13 dənə kvadratdan əmələ gəlmişdi. 20-ci şəkildə deyir, neçə dənə qara kvadrat vardı, onu tapmalıyıq. Baxıram, birinci şəkildə burada bir dənədir. Qara kvadratlar. Burada 5 dənədir. Burada gəlir, sayırsanız burada 13 dənədir. Görürəm ki, buradan bura qədər artdı plus 4. Buradan bura artdı plus 8. Demək 4 arta gedəcəkdir, düzdür? Bu artımlar 4 artacaq. Məsələn, növbətdə olacaq plus 12, yəni 25 dənə qara olacaqdı artıq. Aydındır? Bu ardıcıllığına gedirəm. İndi 20-ci şəkildə gəlib çatmaq üçün 20-ci şəkildə artıq biz birincidən başlayırıq 19 dənə aralıq artırmış oluruq. Görürsünüz, 1-dən 5-in arasında bir dənə aralıq var. 5-dən 13-ün arasında bir dənə aralıq var. Görürsünüz də? Demək 20-ci şəkildə gəlib çatmaq üçün biz 19 dənə aralıq atlamalıyıq. Aralıq. Bu 19 dənə də aralığımız gəlir başlayır nə ilə? 4 ilə başlayır. 4 arta gəlir, düzdür? 4-dən 19-un axırı nə ilə qutaracaqdı? 76-da qutaracaqdı, belə çıxır ki. 4, sonra 8 gələcək, sonra 12 gələcək, belə toplayacaqsınız, gedəcəkdir. Yəni, buradan 4-ü mötərizənin xaricinə çıxaraq, 19 aralıqda 4 artısı nə qədər olardı? Demək, 4-ü çıxardım mötərizənin xaricinə, mötərizədə nə qaldı? 1 plus 2 plus 3 plus, ən sonda gəlirəm 76-ını 4-ə bölürəm 19. Uşaqlar, biz 1-dən 19-a qədər ədədlərinin cəmini düsturum, biz bilirik də düzdür, n vurulsun, n plus 1 bölünsün 2. Yəni 19 vurulsun 20 bölünsün 2. Bu deyir, ondan getdi burada, ondan 190. 190'ı da 4'ə vursam eləyəcək 760. Demək, 19 aralığından 760 qədər artacaqdır, düzdür? İndi 1 ilə başlamısan, 760 olsa, hara gəlib çıxacaqsan? Təbii ki, 760 bir dənə kvadratımız olacaqdır 20-ci şəkildə. Yenə də bunun həllini dayandırıb bir də baxarsınız, başdan baş düşməsəniz yenidən izah edirəm. Elə də vacib bir sual deyil, heç düşmə ehtimalı da sıfırdır. 19. Nə istəyir bizdən? Deyir, ABC müxtəlif rəqəmlərdir. Belə bir ifadə veribdir bizdən. Böyük ABC ədədini soruşur. Nəysə, gəlin qiymət verək baxaq. Belə tip misallardan onsuz da qiymətlə başlamalısınız. Demək, birinci A-nı yazıram, ikinci B-ni, üçüncü C-ni. Gəlin bütün hallara baxaq. Gətirib A-ya 1 versəm, C bunun 2 qatı olduğu üçün C olacaq 2. 1, 2 toplayıram, eləyir 3. 16-dan da bu ikisinin cəmini çıxanda yerdə qalır 13. Və 13 rəqəm deyil. Görürsünüz, bu hal yığışdı. 2 qoysam, bura 4 olacaq. 2 ilə 4'ü toplayan deyilir 6. Kimi sizdə axı C-A'nın, düzdür? 16'dan 6 çıxanda bura qalır 10. 10 da rəqəm deyil, bu da getdi. Heç baxmıram hallara. Sonra 3'ə gətirib qoyuram yerini. 3 qoyanda bura olur nə qədər? 6. 3-dən 6'nı toplayıram 9. 16'dan da 9 çıxıram, bura qalır 7. Baxaq görə ödəyir şərtimizi. ABC'dədir. Bu ödəyir. Problem yoxdur burada. Qalsın bu. Sonra 4 qoyuram növbətdə yerinə. 4 dəfə 2 nə eləyir? 8. Düzdür, buraya elədi 8. 8-dən 4'ü toplayıram 12. Burada nə qalır? Burada da 4 qalır. Amma bizə müxtəlif rəqəmlərdir deyən artıq 4 təkrarlama gedir axı, düzdür? Ona görə yaza bilmirəm bunu. Növbətdə 5 qoyuram yerinə. 5 qoyanda A avtomatik 10 olur, düzdür? Bu halda mümkün deyil heç. Çünki rəqəm alınmır, ədəd alındı burada. Ondan sonra yoxlamağa heç ehtiyac yoxdur. 6 qoysam yenə 12 olacaqdır. 7 qoysam 14 olacaqdır. Heç yazmağa ehtiyac yoxdur. Və burada bir dənə mümkün halımız var. O da 376 olmasıdır. Niyə M5 soruşur, onu da anlamadım. Deyir ki, ABC ədədi üçün B-ni tapın. B-də 7-dir də burada. Baxdıq, biz gördük 7-dir. Deyir, Tahir özünə və 12 sinif yoldaşına, yəni neçə nəfərə almış olur? 13 nəfərə. Deyir, kitab mağazasına gedir, hərəsinə bir kitab almaq üçün Tahirin 4 manat pulu çatmır. Tutaq ki, bir kitabın qiymətini götürürəm X manat.
Bir kitabın qiyməti X manatdır. Əgər 13 nəfər, yəni özü daxil 13 nəfər alacaqsa, 13x pul verməlidir. Amma 4 manata çatmırdı yəni. Yəni 4 manat əksikdir, düzdür? Minus 4 yazıram. Sonra deyir ki, o sinif yoldaşlarına kitab alır. Yəni 12 dənə sinif yoldaşından söhbət gedir. 12x eləyir də onda pulu bunun. Kitaba verəcəyi pul. Deyir 3 manatda pul artıq qalır. Artıq qalırsa yaxşı bir şeydir. Düzdür, bir də atıram qabağına. Bu da bunun puludur, bu da bunun puludur. Bərabərləşdirirəm. X-i keçirəm, bu tərəfi qalır bir dənə x. Mənfi 4-ü keçirəm, bu tərəfi olur müsbət 4. 4 plus 3, yəni 7. X deyir 7. Demək, bir kitabın qiymətini tapmışıq biz, 7 manatdır. Bizə nə soruşurdu? Deyir, Tahirin neçə manat pulu var? Ya budur, ya da budur Tahirin pulu. Nə fərqi var? Getin qoyun yerinə. 13 dəfə 7 çıxılsın 4. Yəni 91 minus 4. O da eləyir 87 manat. Deyir, A-nın B nisbəti, bu belə yazılır. A bölünsün B bərabərdir 2 bölünsün 5-ə. C-nin D nisbəti, C bölünsün D bərabərdir 3 bölünsün 7-yə. Uşaqlar, gəlirəm ifadəyə baxıram. Mən bu kəsirə parçalaya bilərəm də, düzdür, bunu belə götürürəm. Deyirəm ki, A-nın B-yə hasilin nisbətini yerdə mən 5-də 2 yaza bilərəm. Amma burada baxıram ki, bu D-nin C-yə nisbətidir. Görürsünüz, biz D-nin C-yə nisbətini 7-nin 3-ə nisbəti kimi götürməliyik onda. Yerlərini dəyişməliyik. D bölünsünsə 7 bölünsün 3-də onda. Gətirib vururam 7 bölünsün 3-ə. Burada 3'ü 5'e vuran değil 15. İçine 7'ye vuran değil 14. 15'te 14. Yani cevabımız olur D variantı. 22-ci sual. Deyir, 1-dən 30-a qədər bütün natural ədədlərin hasili neçə sıfırla qutarır? Uşaqlar, biz sıfırları tapmaq üçün 2 və 5-lərin sayına baxmalıyıq, düzdür? 2-ni 5-ə vuranda 10 eləyirdi. 2-lərin 5-lərin sayları bizim üçün önəmlidir. Onsuz da 2-lərin sayı həmişə 5-lərdən sayından çox olacaqdır, düzdür? Belə tip misallarda neçəyə qədər deyirsə də, həmin axırdakı ədədi götürüb bölürsünüz 5-ə. Həlli qaydası ən rahat yolu budur. Cavabımız düşür 6 dəfə. 6 dəfə 5-in eləyir 30. Burada qaldı heç nə. Qalıq qalmadı. Demək 6-nı aldım dairəyə. Bunu götürəm bir də bölürəm 5-ə. 6-nı 5-ə bölürəm eləyir nə qədər? 1. 1 dəfə 5-in də eləyir 5. Çıxdım qaldı 1. Alınan cavabları toplayıram. 6 plus 1. O da eləyir 7 dənə sıfırla qutarır. Bunu yuxarı sinifdə çox olimpiada misallarında işlədirlər. Məsələn, deyir ki, 1-dən tutaq ki, 2012-yə qədər ədədlərin hasilini neçə sıfırla qutarır. Sən indi 30-a qədər ortaq bəlkə də hesablaya bilərsən neçə sıfırla qutarır. Amma 2012-yə qədər necə hesablayacaqsan? Onun üçün nə edirik? 2012-ni götürüb bölürük 5-ə. Niyə 2-yə yox 5-ə? Çünki 2-lər onsuz da 5-lərdən çoxdur. Orada qoşalaşacaqlar 2-lər 5-lərdir. Düzdür? 2-lər 5-lər. Orada bir aləm 2 artıq qalacaqdır. Ona görə bizə 2-lərin sayı yox, 5-in sayı lazımdır. Məsələn, bölürsünüz 5-i, tutaq ki, bura elədi nə qədər? 400. 400 dəfə 5-in elədi 2000. Çıxdım qaldı 12. Cavabımı götürdüm, təzədən başlayıram, bölürəm 5-ə. Düşür burada 80 dəfə, düzdür? 80 dəfədən qalıq qalmır burada, 0-0 eləyir də, düzdür? 80-i götürdüm, təzədən bölürəm 5-ə. Düşür 16 dəfə. 16 dəfə 5-in eləyir 80. Getdi bu, qaldı 0. 16-nı götürdüm, təzədən bölürəm 5-ə. Buraya eləyir məsələn 3, 3 dəfə 5-in 15. Çıxdım qaldı 1. Artıq 3-ü təzədən bölə bilmədiyim üçün 5-ə, 3-ü götürürəm, ümumiyyətlə toplayıram. 400 plus 80 plus 16 plus 3. Hər dəfə cavabımızı toplayırıq. Məsələn, bu qədər sıfırla qutaracaqdı axırı. Ümid edirəm, aydındır sizə. 23-cü suala baxıram. İlk öncə üstü xəttin açılışını açmalıyıq. Burada A 10-luq mərtəbəsində, burada təhliklədir. Bu eləyir 11 dənə A. Sonra baxıram B-yə. Burada təhlikdə, burada 10-luqdadır deyən yenə 11 dənə B. Eyni ilə 11 dənə də C-miz vardı. 154-ə bərabərdir. 11-i çıxardım çölə qaldı A plus B plus C. Bərabərdir 154-ə. Onda bura tapmaq üçün 154-ü 11-ə böləcəm. O da eləyəcək 14. Demək, cəmimiz 14 verməlidir bizə. Bir də şərt verib ki, A, B, C arasında belə bir əlaqə vardı. Yaxşı, ilk öncə deyir, ən böyük ABC ədədidir. Cavablara baxıram, ya 3-dən başlayıb, ya da 4-dən başlayıb. Gəlin biz də ya 3-dən, ya da 4-dən başlayaq. Çünki 1-2 onsuz da alınmayacaqdır. Yaxşı, bir də bax, bura 1-2 daha kiçikdir axı, düzdür? Ona görə ən böyükdən başlayıram. 3 verirsən bura. Demək, A-ya 3 versəm, yerdə qalır nə qədər? B ilə C-nin cəminə. Bura eləyir 11. 11-i almaq üçün mən neyniyərəm? Bacardığım qədər böyük götürməliyəm ki, B-ni, düzdür? Ən böyük ədəd alım axı. 11-i də 2 yerə bölsəm, 5-dən 6-nın cəmi şəklini göstərə bilərəm, düzdür?
Demək, indi 5, 6 ardıcılı yazmalıyıq. Bax, məcburen bura 5, bura 6 yazmalıdır. 356 ən böyükləri olardı 3-dən başlasaydı. Yəni 4-dən başlayaq görək. Qurmaq olar 4-dən başlasam. Demək, 10, 1, 14-dən çıxıram 4-ün, qalır 10. Onu hansı iki ədədin cəmi şəklində göstərmək olar? Bir-birinə yaxın olmalıdır ki, bu ardıcılığı düzdür. 5, 5 göstərə bilmirəm. Çünki niyə? Bizə deyir ki, A böyükdür, B böyükdür, C. Burada B, C B-dən böyük olmalıdır axı, düzdür? Bu halı yaza bilmirəm. Demək, cəmin 10 olması üçün başqa halı yazmalıyam. Yerdə qaldı hansı hallar? 5, 5 olmur. 4, 6 yazsam 4 təkrarlanmış olacağım, düzdür? Bunu da yaza bilmirəm. 3 zaten yaza bilmirəm. Heç də yaza bilmirəm də. 4-dən başlaya bilmirəm heç. Onda elə 356 olur da ən böyük halda A, B, C-lərdə. Yəni baxmağa ehtiyac yoxdur. 2 ilə başlasam yenə yaza bilərəm, amma 2 ilə başlamaq ədədi azalıraq aşağı salır. 24-cü suala baxıram. Adi vurma əməlidir. Çox bəsit sualdır əslində bu. Baxıram ki, 4-ü nəyəsə vurubdu, aşağı yazıbdı 52, 5284. Demək, 4 dəfə 5284-ün özünü bölürəm 4-ə. 5284-ü bölürəm 4-ə. Bu da eləyir 1321. Demək, buradakı A ədədimiz 1321 imiş, düzdür? Baxıram ki, buradakı B ədədini 1321-ə vurubdur. Görürsünüz birinci yerdə. C deyil, 84 yazıbdır. 84-dən qurtardığı üçün demək nəyə vurublar bunu? 4-ə vurublar da. 4-ü 21-ə vuranda 84-dən qurtarır. Yəni elə bunun da cavabında 5284 elədi. Demək hamısını tapdıq da elə. B A3 imiş. B 4 imiş. C 5-dir. D də 2-dir. Siz məntiqdə bunun neçə qatı çətindən işləmişsiniz yəqin ki. Yaxşı, 3, 4 elədi, 7, 7 ilə 5, 12, 14 elədi cəmimiz. O da eləyir C variantı. 25-ci suala baxıram. Deyir, sinifdəki 36 şagirdin 16 şahmat dərnəyində, 21 isə futbol dərnəyində iştirak edir. Demək, Venn diaqramımızı çəkirəm. Bir tərəfə şahmat, bir tərəfə də futbol yazıram. Deyir ki, mənə şahmat dediyi üçün çölə yazıram 16, futbol dediyi üçün çölə yazıram 21. 4 nəfər hər iki dərnəkdir. Buraya yazdım ortaya. 16-dan 4 çıxdım, yalnız şahmatda 12, yalnız futbolda da 17 nəfər vardı. Toplayıram 12, 4, 16, 16, 17-ni toplayıram, eləyir 33 nəfər. Birləşmə 33-dür, amma sinifdə 36 nəfər vardı. Bu necə olur? Yəni 3 nəfər içində də iştirak eləmir. Və onu soruşur bizdən. Sınaq 5-ə keçirəm. Belə tip suallarda oturub 2 saat yazmağa ehtiyac yoxdur. Bunu ilk öncə hasil şəklini göstərirəm. Vurulsun neçədən 0 var? 4 dənə. Aha, yəni 10.000 vururam. 231-in vuruqları nədir? Bir də baxaq görək 3-ə bölünürmü? Hə, bölünür. 3 dəfə 77-dir. Yəni 7 vurulsun 11-dir. Bu da 10 vurulsun, 10 vurulsun, 10 vurulsun 10-dur. Düzdür? 10 vurulsun, 10 vurulsun, 10 vurulsun 10. İndi deyəcəksiniz ki, 10 sadə ədəd deyil axı, düz deyirsiniz. Ona görə 2 ilə 5-lərə ayırıram bunu. 2, 5, 2, 5. Demək, burada ikilərin sayına baxıram. 4 dənədir. 2 üstü 4 vurulsun, 5 üstü 4 vurulsun, 3 vurulsun, 7 vurulsun, 11-dir. Gördünüz necə xırdaladıq ədədə. İndi sadə bölən dediyi üçün sadə böləndə nə edirdik? Həmişə təkrarlanan bir dəfə sayırdıq. 2-dir, 5-dir, 3-dür, 7-dir, 11-dir. Heç buna yazmasaz olardı əslində. Neçə dənə oldu? 5 dənə. C variantı. Aman, sadə vuruq sorursaydı artıq üstləri toplayacaqdınız. 4-ü buradadır, 4-ü buradadır, biri burada, biri burada, biri buradadır. Belə gedəcəkdiniz. 8 plus 3. Yəni 11 dənə olacaqdı. Qarşılıqlı tərs ədəd deyil. Bir-birinin tərsi. Məsələn, A-nın tərsi 1 bölünsün A-dır. 5-də 2-nin tərsinə baxsam 2, 5 bölünsün 2 olacaqdı. Bu da eləyir 2-dən 3-də 1. Elə birinci oldu da. Məsələn, söhbətlərə baxmıram. Üçüncü suala baxıram. Bunu da təzəlikdən hansısa testdə işləmişdik. Elə xatırlayıram. Yaxşı, burada vergülləri atdıq. 45-i bölürəm 9 eləyir. Bura 5. Eyni dediyini ata bilirəm rahatlıq ilə. Amma burada ata bilmirəm. Çünki vergüldən sonra eyni deyil. 20 yazıram. Bura 8 qalsın. 20-də 8-dir. 4 bölünsün 20-də 8-i hesablayıram. Çünki kəsr xəttin mənası bölmə deməkdir. 4-ü bölürəm 20-də 8-ə. Yəni 8-də 20-yə vururam. Deyir 10. Sonra növbəti addımda bölməni yerinə yetirirəm. 10-u bölürəm 0,2-yə. Bu da 100-ü 2-yə bölmək deməkdir. Yəni 50. Buranın cavabı elədir 50, buranın da cavabı 5. Toplasam 55 elədir.
4-cü suala baxıram. Deyir, iki uşağın kütlələr nisbəti 5-in 7-yə nisbəti kimdir? Yəni biri 5K-dır, biri 7K-dır. Kütlələrin fərqi 8-dir, yəni 2K 8-dir. Onda K elədi 4. Deyir, kütlələrin cəmi. Bura eləyir 12K, 12 dəfə də 4-ün eləyir nə qədər? 48. B variantı, asan bir sual idi. Yaxşı, bura baxıram nə verib bizə. A-nı verib bu ədəddir, B-ni də verib bu ədəddir. İlk öncə baxıram nəyə? Görürəm ki, 3x artıq 19-u aşmalıdır, düzdür? Ki, natural ədəd versin də sənə. 3x-in qiyməti 19-u aşıbsa, onda x-ə neçədən qiymət verməliyim? 6 qoysam 18 eləyir bura. Çıxanda mənfi 1 eləyir. Demək 6 yox, 7-dən başlayıram artıq. 7 qoyuram x-ə ilk öncə. 7 qoyub hər ikisini hesablayıram. 7 dəfə 3-ün eləyir 21. Onda a-yımız eləyir 2. B-imiz neçə eləyəcəkdir? Buna baxaq. 7 dəfə 4-ün 28. 47-dən də 28 çıxıram. Nə qədər qalır yerdə? 19. Hə, B də eləyir 19. Hər ikisi sadə oldu. Əla. Demək, x-i 7 götürə bilirəm. Bir hal budur. X-ə gəlirəm, 8 verirəm. X-ə 8 verəndə bura eləyir 24. 24-dən 19 çıxanda A eləyir neçə? 5. B-ni də hesablayaq. 8 qoyanda bura eləyir 32. Çıxanda eləyir 15. 15 sadə ədəddirmi? Xeyr. Ona görə x 8 ola bilmir. X-ə 9 qoyuram növbətidə. 9 dəfə 3-ün eləyir 27. 27-dən də 19 çıxanda qalır nə qədər? A da eləyir yox, 8. 8 ədəd deyil ki, işte, buna hesablamırıq da, ehtiyac yoxdur. X-ə növbətdə 10 qoyuram. 10 qoyanda bura eləyir 40, B eləyir 7. A-da eləyir 3 dəfə 10-un 30, 30-dan da 19 çıxanda eləyir 11. Əla, bu da olur. Demək 10 olur. Növbətdə X-ə 11 qoyuram. Hətta bundan sonra heç olmayacaq. Eləcəm 17 verəcəm. Bir daha baxaq. X-ə 11 qoyanda eləyir 33. 33-dən də 19 çıxanda hə, A eləyir 14. Bu da olmur. Heç sadədə də olmur. Yəni 17-də qalacaqdır belə. Davamlı özünüz yoxlayıb baxarsınız. Mənasızdır yoxlamağım. Yaxşı, sonra nəyə baxıram? Davamına deyəndə ki, burada heç nə qalmadı ki, onsuz da 11 qoyduq, 12 qoyarsam onsuz da mənfi olacaq. Düzdür, 47-dən 48 çıxanda mənfi eləyir. Heç buradan qutardı elə misalımız. 6-ya baxıram. A burada yüzlükdədir, burada onluqdadır, burada təklikdədir, burada onluqdadır. Yəni 111A. Eyni ilə B burada onluqda, burada yüzlükdə, burada təklikdədir. Yenə 111B. Eyni ilə 111-dən də C üstünə gəlirəm. Bərabərdir 1887-yə. 111-i çıxarım çölə. A plus B plus C-nin cəminə qalır. 1887-ni də 11-ə bölürəm. Eləyir bura 17. Demək, 3-ünün cəmi 17 olmalıdır. Bizdən ən böyük ədədi istədiyi üçün nə ilə başlamalıyıq ən böyük olması üçün? Təbii ki, 9-la. A, B, C cəmi nə olmalıdır? 17 olmalıdır. Gətir bura 9 yazsam, 17-dən 9 çıxsam qalacaq nə qədər? 8. Bu ikisinin cəminə qalmalıdır 8. Deyək, siz indi 0,8 qoyun, 980 olsun. Razıyam. Amma burada C başlanğıcda axı, düzdür? C 0 ola bilməz axı, 0-dan başlayan ədəd yoxdur, ümumiyyətlə 3 rəqəmli ədəd. Ona görə bu halı yığışdırıram. 9, məcburam C-yə 1 atım, bura 8 atım. 9, 8, 1. 9, 7, 1. 9, 71. 7-ci suala baxıram. Bir də buranı təmizləyək. Nəysə, qalsın, yaxşı. Nə istəyir bizdən? Deyir ki, qarşılıqlı sadə ədədlərdir, yəni natural ədədlər olmalıdır. Ödənilməsi üçün ən çox neçə olar? Yaxşı, gəlin x-ə 1 qoyaq ilk öncə. x1 qoysam, y bölünsün 5-ə nə qalacaqdır? 5 onda 6-dan 1 çıxıram. Qalır 4 onda 6. 4 onda 6-ını da vururam, y eləyir nə qədər? 23. Demək, x1 olanda y olur 23. Cəmərlərdə 24. X-ə gətirib 2 qoyuram. X-ə 2 qoysam, y bölünsün 5-ə qalacaqdır 3,6. Y də eləyəcək 3,6-nı 5-ə vursam 15, 18. 18 ilə 2-ni cəmi eləyir 20, düzdür? Amma qarşılıqlı sarı deyirik, heç x-nin y burada heç buna baxmaq lazım deyil, 20 mümkün deyil olmazsa. Yəni 24 olacaq da maksimum cəmi, keçidə azalır çünki. X-ə 3 versəm, y bölünsün 5-ə qalacaq nə qədər? 2,6. Y də eləyir 2,6-nı vuranda 5 eləyir 13.
13-lə 3 qarşılıqlı sadəmidir. Bəli, 16 eləyir bu, amma yoxdur heç. Yəni ardını yoxlamağa ehtiyac yoxdur. Elə 24 olur cəmimiz. 8-ə baxıram. Deyir, Aynur 6,2 kilometr məsafə qət etdikdə 310 kilokalori itirir enerji. 310 kilokalori. Yəni vahiddə yazmasaq da olar. 9,3 kilometr gedəndə nə qədər tənasübdür də adicə. Buradan baxıram ki, 50 dəfə artım vardı. Bunu da 50 dəfə artırın. Olacaq nə qədər? 50 dəfə 9,3. Bu deyəcək 465. 5 dəfə 93-ü hesablayıb bir dənə verici seçəcəksiniz. Düz vurdum mu? Bir dənə yoxlayım. 450, hə 15, 465. Deyir 15 ilə qarşılıqlı sadə olan ən böyük 3 rəqəm nədir? İlk öncə qarşılıqlı sadə olması üçün ortaq vuruqları olmamalıdır. 15-in ortaq vuruqlarında 3, 5 vardır. Yəni 999 yaza bilmirəm. Çünki bu 3-ə bölünür. Məcburan 998 yazdım. Baxıram ki, nə 3-ə, nə 5-ə bölünür. Deməli, ən böyüyü budur da. 9, 9, 8-i toplayanda da edir 18 plus 8, 26. C variantı. Məxrəcimiz 4-dür, 3-dür, 4-dür. Yəni 12-yə vursaq kifayət edir. 12-nə vururam, hər tərəfə 12-yə vuraq bir dənə. Belə yazaq. Burada 12-yə vuram, burada 12-yə vuram, burada 12-yə vuram. 12 ilə buradakı 4 gedəcək, qalacaq 3. Belə bir şey alır. 3 dəfə 3 minus x. Mötərizə yazıram, çünki ifadədə çıxılsın. 12 ilə buradakı 3 gedəcək, qalacaq 4. 4-ü vuranda x edir, 4x bərabərdir. 12 ilə 4 gedir, burada qalır 3. 3 dəfə x plus 1. Bura batıram 9 minus 3x. Çıxılsın 4x. Bərabərdir 3x plus 3. Demək, minus 3x minus 4x. 9 çıxılsın 7x edir. Bərabərdir 3x plus 3. Mənfi 7x-i keçirəm, bu tərəfə olur müsbət 7x edir 10x bərabərdir. 3-ü keçirdim, bu tərəfə olur mənfi 3, o da edir 6. 6-ı da 10-a böləndə edir 0,6. D variantı. Demək, bu faizi ədədə keçirək, hissəyə keçirək ümumiyyətcən hamısını. 23% %23 deməkdir. Yəni 0,23 hissə deməkdir. Bu kimdir? Malikdir. Ceyhun 0,25, 28 yeyibdir. Sonra Rövşən bunu 100-ə çevirmək üçün 4-ə vurmaq lazımdır hər tərəfin. %24 eləyir Rövşən. Bir də Elnur da 4-də 1-də 0,25 deməkdir da. Elnurdakı 0,25'dir. Ən çox Ceyhun yeyibdir. Asan suallardır bunlar. Deyir, tillərin cəmi 12 olsun. Bugün bilirəm ki, 12 dənə tili vardır. 12 tilin cəmi 60-dırsa, bir tili neçə olacaqdır? Qalır 5. Tam səthində sahəsi tam səthin sahəsi deməkdir. 6a kvadrat edir. 6 dəfə də 25-in 150. 10% su ilə dolu olan çənə 27 litr su əlavə ediblər. Demək, 0,1 hissəsi deyilir. 100%10. O deyilir 1/10 hissə. Sonra deyir ki, 27 litr su əlavə elədilər. 1/10x verək bura. Plus 27 litr bərabərdir. Çənin 25%, yəni 0,25x-i dolu oldu. İndi tənliyi həll edək. 0,1x-i keçirəm bu tərəfə olur. 0,25x çıxılsın. 0,1-in yerinə %10 yazıram. %10x bərabərdir 27 litrə. Buraya 0,15x bərabərdir 27-yə. X-i tapmaq üçün də 27-ni bölməliyəm nəyə? 15. O da 2700-ün 15-i nisbəti deməkdir. 3 ixtisar getsə burada qalır 900 bölünsün 5. Bu deyilir 180. Radiusu 5-dirsə həmişə uzunluğu boyunca çəkirik, bir də eni boyunca çəkirik də radiuslarımızı. Görürəm ki, burada neçə dənə radius vardır? 1, 2, 3, 4, 5, 6 dənə. 6 dəfə 5 neydir? 30. Demək, uzunluğu 30-dur bu düzbucaqlının. Eninə isə 2 dənə radius yerləşir. Yəni 2 dəfə 5-in 10 yerləşir. 30-u da vuram ona edir 300. 15-ci suala baxıram. Uzunluğu 80 sm olan məftildən deyir, birinin perimetrini digərindən 3 dəfə böyük olan 2 kvadrat düzəltdilər. Birinin perimetrini 3p deyirəm, birinə p deyirəm. Toplayıram edir 80. 4 dənə perimetri 80-dirsə, perimetri edir 20. Demək, birincinin perimetri 20-dir, ikincinin perimetri 60-dır. Kvadratdır, perimetri 20 edirsə, tərəfi 5-dir.
O birinin tərəfi isə 60-ı 4-ə bölən deyilir 15. Sahəsini hesablasam 25, sahəsini hesablasam 225. Toplayıram 250. Sahələrin cəmi istəyir. Birinci mötərizənin içindən başlayıram. 1-in üstünə 3D2 gəlirəm, eləyir 3D3 plus 3D2. O da eləyir 3D5. Sonra kəsir xətti bölmə deməkdir, 2-yə bölürəm. 3D5-i 2-yə bölmək, 3D5-i 2-də 1-ə vurmaq deməkdir. O da eləyir 6-5. Növbəti addımda bölməni yerinə yetirirəm. 6-da 5-i bölürəm, yəni tərsini çevirib vururam. 3-də 4-ə. Bu deyilir 18-də 20. İxtisar keçsə 9-da 10. Növbəti addımda artıq ardıcıl getməliyim. 2 çıxılsın 9-da 10, çıxılsın 9-da 2. 2-nin yerinə 9-da 18 yazıram. Çıxılsın 9-da 10, çıxılsın 9-da 2. Bu da nə qədər deyil? 9-da 12 çıxsam 6 qalır da. O da elə 3-də 2. Arasında yerləşən tam ədədlərin sayını istəyir bizdən. Mənfi 7-dən başlayıram. Ta ki sayıram 4-də qutarıram. Ədədlərin sayını tapmaq üçün sonuncudan çıxırıq birincini, yəni mənfi 7-ni. Üzərinə 1 gəlirdik. Bu deyilir 11 plus 1. 12-də ədəd vardı. Yaxşı, nə istəyir bizdən? Deyir ki, Amid hansı açarın hansı qutuya aid olduğunu unudubdur. 3 qutu 3 açarı varsa, deyir ki, o hansı açarın hansı qutuya aid olduğunu ən az neçə üsulla cəhdlə tapa biləcəkdir, mütləq müəyyənləşdirəcəkdir. Yaxşı, bu birinci ev olsun, bu ikinci, bu da üçüncü qapı olsun. Birinci qapı, ikinci qapı, üçüncü qapı. Tutaq ki, sən açarlarını da verirəm birinə A açarı, birinə deyirəm B açarı, birinə də deyirəm C açarı. Tutaq ki, A açarı məndədir, düzdür? A açarı götürdüm. Ən pis ehtimalda mütləq deyir axı müəyyənləşdirməlisən. Mütləq sözü gördünüzsə ən pis ehtimalı düşünün. Tutaq ki, A açarını gətirdim birinciyə saldım, işləmədi. Düzdür? Açmadı qapını. Sonra götürüb ikinciyə saldım, gördüm ki, yenə açmadı. Onda mən təyin edirəm ki, artıq A açarı üçüncünündür, düzdür? Artıq bunu yoxlamama ehtiyac yoxdur axı. Mən bildim ki, A açarın yeri 3-dür. Demək, A 3-ə uyğun gəldisə, A açarını tapdım. Bunu 2 cəhd ilə tapa bilərəm. Birinciyə saldım olmadı, ikinciyə saldım olmadı, üçüncüyə saldım, salmağa ehtiyac yoxdur. Artıq bilirəm ki, üçüncünün də ikisinə alınmayıbsa. Demək, aynen qutarışdıq. Tutaq ki, üçüncünün olduğunu tapdım. Üçüncü ilə də qutarışdıq onda. İkisini yoxlayacağım da qalan. B-ni gətirəm, yoxlayıram. Ən pis ehtimalda gətirəcəm. Tutaq ki, B birinciyə aiddir, amma mən gətirib ikinciyə salacağım bunu, düzdür? Bu artıq mənim bir cəhdimdə tapa bilərəm ki, bu olacaqdır, yoxsa olmayacaqdır. Bu əgər ikincinin aid deyilsə, mən bir cəhdə yoxladım da, onda başa düşəcəm ki, artıq birincinindir. Yəni, B-ni də tapdım nə olduğunu. Artıq A-nı da B-ni də bildiyim üçün nə oldu? Burada da bir dənə cəhd işlətdiyim üçün, ümumiyyətlə 3 cəhdə mən tapa bilərəm ki, A hansı açarlar, hansının qapının da. Bir də gedirəm buranın üstündən. Demək, A açarını yoxladım. 2 cəhdə tapdım ki, A açarı üçüncünün tutaq ki, deyirəm. Demək, üçüncünü artıq yoxlamadım. Çünki mən artıq başa düşürəm ki, üçüncünü də niyə görə yoxlayım ki, burada bir də cəhd işlədim ki. A gedindən sonra qaldı B. Tutaq ki, B də birincinindir, amma mən təsadüfən gətirib ikinciyə salmışam. Ən pis ehtimalda. Artıq mən başa düşürəm ki, qapını açmadığı üçün B birincinindir. Yerdə qalır C-də 2-də, yəni ehtiyac yoxdur. Ən azı 3 cəhdə tapa bilərəm. Məntiqlə düşünsə tapa bilərsiniz. Deyir, bir hovuzu deyir 3-də 1-nin 4 saatı. Onda tamamını, yəni 3-də 3-ünü, 3-ü vuram 4-ə eləyir 12 saata doldurar. Bu tamamıdır. Tamamı. Sonra deyir ki, digəri isə hovuzun 4-də 1-nin 4 saatı. Onda tamamını tapmaq üçün 4-də 1-i vuram 4-ə. 4-ü bölüm 4-də 1-i eləyir nə qədər? 16 saat. Demək, 16 saata da boşaldır tamamını. Bizə nə istəyir? Deyir, eyni zamanda işləsinlər. Biz də bildik ki, nə edirik? Burada tərsdə çıxırıq da düzdür. 1 bölünsün 16. Ortaq məxrəc tapırıq 48. Bunu 4-ə vurmuşuq. Bunu 3-ə vurmuşuq. 4 çıx 3. Yəni 1 bölünsün 48. Bu da 48 saat deməkdir. Belə bir tənih verib bizə. Nəyə soruşur? İlk öncə mən kvadratın içində A-nın 1 çıx A olduğunu bildiyim üçün kvadratın içində X-i də tapa bilərəm. 1 çıxılsın, nə X olacaq da düzdür bunun yerinə. Getirib bunun yerinə bunu yazacağım bura. İndi kvadratın içində, yəni düzbucaqlığın içində X çıx 2 də bizə verəcəkdir. 1 çıxılsın. Gətirib bu A-nın yerinə yazırıq artıq. A X çıx 2-dir olduğu üçün. Burada da qoyuram yerinə. X çıx 2.
Mötərizəni açaq. 1 çıxılsın x. Burada işarələr toxuşur, olur plus 2. 1 ilə 2-ni toplayıram. 3 çıxılsın x. Yəni burada 3 çıxılsın x-dir. Götür göz yerinə heç nə hesabla. Bunun yerinə yazıram 3 çıxılsın x. Bərabərdir. 3 vurulsun. Uşaqlar, buradakı x-in yerinə yazmışdıq. 1 minus x yazmışdıq. Düzdür? 1 minus x çıxılsın 1. 3 minus x bərabərdir. Vurub atıram 3-ü. 3 çıxılsın 3x çıxılsın 1. 3 minus x bərabərdir. 3-dən 1 çıxanda 2 çıxılsın 3x. Tərəf-tərəfə keçirəm. Mənfi 3x-də keçirək ki, müsbət alınsın x-in qabağı. Eləyir müsbət 2x bərabərdir. 3-ü də keçirəm bu tərəfə olur minus 3. 2x mənfi 1-dirsə, x deyilib mənfi 2-də 1. B variantı. 21-ci suala baxıram. Yenə eyni tip sualda bu yenə də eləyək. Baxıram ki, 5-i vurublar bu ifadəyi alıb 2480. 2480-i bölə görə 5-ə. O deyilir 4, 48-in içində nə qədərdir? 48-in içində 9 dənədir. 496 eləyir. Demək, bu kvadrat 9'uymuş. Bunu tapdım buradan. Kvadratın yerine getirip 9 yazdım. Yazamadım, daha doğrusu görsənmir. Aha. Demək, burada 9 yazdım. Üstünə gəlirəm. Sonra burada 9'dursa, baxıram ki, axırı 2 ilə qutarıbdır, 6'ını vuranda, düzdür? Demək, bura 2'yi vurublar da bunu. 6'ını 2'ye vuranda axırı 2 ilə qutarar da. Ya da 7'ye vurublar. 7'də vursan 2800 nə qədər eləyir də, düzdür? 2800'ü keçirir bu. Demək, 2'ye vurublar. 496'nı da 2'ye vursam, eləyir 992. Demək, bu da 9'uymuş. Aha. Bu da 9'dur. Bəs nə qaldı yerdə? Hə, bunu da tapmışam da 2-dir. 9, 9, 2 toplayanda eləyir 20. Vəssalam. 420 nəfərlik bir turist qrupu 2 müxtəlif nəqliyyat xidmətindən təklif alır. Səyahət üçün ən çox 72 nəfər daşıya bilən böyük avtobuslar və ya ən çox 12 nəfər daşıya bilən mikroavtobuslardan istifadə olunacaqdır. Deyir, böyük avtobusun xidmət haqqı 290 manatdır. Mikroavtobusun xidmət haqqı isə 90 manatdır. Turist qrupu ən az neçə manata səyahət edə bilər? Uşaqlar, məntiq ilə düşünəndə baxıram ki, 72 nəfərdir bir avtobusda, burada isə 12 nəfərdir. Demək, 6 dənə 12 nəfər olsa 72 nəfər düzələcək, düzdür? Demək, bizə 72 nəfəri daşıması üçün 6 dənə avtobus lazımdır bizə. 6 dənə də bu balaca avtobusun qiyməti nə qədər eləyir? 6 və 90 eləyir 540 manat. İndi düşünün görün mənə, 540 manat işlətsəm az pul xərcləyərəm, yoxsa 290 manat? Təbii ki, 290 manatlıq avtobusdan çox istifadə eləməliyəm, düzdür? Məntiqi ilə mən baxsam, heç bu mikroavtobusdan istifadə eləməsəm də olar. Elə hamısını gətirim, neyiniyim burada? Hamısını mən götürüm 70 nəfər tutan avtobusdan. Gör, indi nə qədər lazım olacaqdır? 420-ni bölürəm 72-yə. Demək, 5 avtobus da olacaqdır. 60 nəfər də yerdə qalır, düzdür? Yəni, bu 60 nəfərlik adam üçün mən bir dənə bu avtobusdan tuta bilərəm də, düzdür? Adam sayı az olsa da yenə yerləşəcəklər də. Biri vardı, sən bu 60 nəfər üçün 290 manat ödəyəsən. Biri də vardı, 60-ı 5-ə bölürəm, neçə eləyir? 5 dənə avtobus lazım olacaqdır. 5 dənə də 90 eləyir, 450 manat. Yəni 450 ödəyim, yoxsa 290 ödəyim? Baxıram, məntiq ilə 290 ödəsən daha az xərcim çıxacaqdır. Onda mən elə 5 avtobus burada, bir dənə də avtobus burada, düzdür? 290 manatlıq. Yəni 6 dənə avtobus işlədəcəm. Böyük avtobusdan. Böyük yazaq. Heç kiçik avtobus tutmaram da belə baxanda məntiqi ilə. 6-nı da vururam 290-a. Bu deyilir nə qədər? 100, 1200 plus 540. 1740 manat ən az xərcim çıxa bilər. Yəni heç bu 90 manatlıqdan istifadə eləmərəm də, heç çağırmaram onu. Bahadır axı o. Yaxşı, belə bir şərt veribdir bizə. Deyir ki, AB natural ədədini yazmaq olar. Yaxşı, tək ədəd tutarırsa, axı nə ilə tutarmalıdır? Belə çıxır ki, 1 ya 3-dür, 1, 3, 5, 7, 9 ola bilər B-nin qiymətləri. İndi AB-dən böyükdürsə, mən bura hansı ədədləri yaza bilərəm? 1-dən böyükdürsə, mən A-ya yaza bilirəm 2, ta ki, hara qədər? 9-a qədər. 2-dən 9-a qədər ədədlərini sən tapanda 9-dan 2 çıxıb üstünə 1 gəlirəm. 8 ədəd vardı. Demək, burada 8 dənə hal vardı A-nı yazmaq üçün.
Növbətdə əgər mən sonluğa 3 qoysam, 3-dən böyükdürsə başlayıram 4-də, qurtaram 9-da. A-nın qiymətləri üçün. 9-dan 4 çıxıb üstünə 1 gəlirəm. Burada var 6 dənə hal. Yəni bura 6 dənə ədəd yaza bilərsən A-nın yerinə. Sonra növbətdə gətirəm 5 qoyuram yerinə. 5-ni qoydumsa altdan başlayacağam. 9-a qədər ədədləri yaza bilərəm. Düzdür? 9-a qədər ədədləri yazsam da 9-dan 6 çıxıram, üstünə 1 gəlirəm. Bu da eləyir 4 dənə hal. Sonra yerinə 7 gətirib qoysam, 7 qoysam nə olardı? Aha, 7 qoysam 8-də başlayıb 9-da qurtaracam, düzdür? Yəni 8, 9. Burada da 2 dənə hal vardı. Artıq 9 qoya bilmirəm, çünki 9-dan böyük yoxdur axı, nə qoyum ora, düzdür? Mənasız olar. Burada demək 8 hal, burada 6, burada 4, burada 2 hal vardı. Toplayıram, eləyir 20 dənə hal. 20 dənə də yaza bilərsən yerinə. Yaxşı, nə istəyir bizdən? Deyir ki, ilk 3 addımı verilən şəklin 6-cı addımında olan nöqtələrin sayı həmin addımdakı kvadratların sayından nə qədər çox olar? Gəlin baxaq. İlk öncə təpə nöqtələrin sayını sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Düzdür, burada 10 dənə nöqtə var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə. 13 dənə nöqtə. Növbətdə gələcək 16 dənə nöqtə olacaqdı. Çünki bir dənə kvadrat əlavə edirlər ortasına. Artıq sən bunu saydığın üçün birində, düzdür, 3 nöqtə götürmüş olursan da, növbətdə 16 nöqtə olacaqdı. Belə-belə, yəni 3 arta-arta gedir nöqtə sayımız. 3 nöqtə, 3 nöqtə artır. İndi 6-cını tapmaq üçün nə edəcəm mən? Demək, növbətdə olacaq 19 nöqtə, 4-cüdə. Növbətdə 3 artırsam olacaq 22 nöqtə. Bu 5-cidir, düzdür? Bir dənə 3 artırsam olacaq 25 dənə nöqtə. Demək, 25 dənə nöqtəmiz olacaqdı bizim 6-cı şəkildə addımdır. İndi kvadratların sayına baxıram. 1, 2, 3, burada 4 dənədir, burada 5 dənədir. Bir dənə arta-arta gedir də, düzdür? Növbətdə 4-cüdə olacaq artıq nə qədər? 6 dənə. 5-cidə olacaq 7 dənə. 6-cıda olacaq 8 dənə. Demək, 8 dənə də kvadrat vardı. Bunu silsilə kimi də gedə bilərsiniz, amma ən rahat yolu ilə 6-cını soruşur da, niyə uzadaq ki? 25-dən 8 çıxsam, eləcək 17 dənə fərq vardı aralarında. 25-ci sual. Nə istəyir bizdən? Deyir ki, məzunların sayı göstərilmişdir. İçini toplayacaqsınız bunları. Bax, məsələn, burada 22 qızdır. Burada nə qədərdir? 27-dir. Burada 22-dir. Burada nə qədərdir? Gətirsəm 24-dür. Burada da 25-dir. Düz topladım mı? Aha. Demək, qızları toplayacaqsınız, sonra da oğlanları toplayacaqsınız. Oğlanlar da ağlardır. İndi yəqin ki, toplama bazarsızda bunu izahlamaya ehtiyac yoxdur heç. Səhv eləmirəmsə cavabımız burada 2 dənə idi. Aralarında 2 dənə fərq var idi. Hesablamışdım burada. Bir dənə baxım. Demək, burada hamısını toplayanda 120 dənə qız alınır, 120 nəfər qız alınır, 118 dənə də oğlandır. Aralarında 2 nəfər fərq vardı yəni. Özünüz toplayarsınız, yəni adi hesablama sualıdır. Belə də nə sualınız olsa dəstə verə bilərsiniz.